heç bir məktəb müəlliməsinin ekstra vaxtı yoxdur ki, kiminsə uşağının tərbiyəsi ilə fərdi məşğul olsun. Müəllim həmin anda kollektivi idarə etməyi, elə orada optimal şərait yaratmağı deməkdir. Və həmin o mühiti davranış pozuntusuyla korlayan bir uşaq varsa da müəllimənin ən önəmli görəvi onun valideyninə iclasda deyil də fərdi zəng edib bu barədə söhbət aparması və onu lazımi istiqamətə yönləndirməsidir. Amma müəllimdən bugünkü günü tələb olunur ki, həm uşağımı tərbiyə et, həm təlim. Bu heç vaxt olmayıb Sevinç xanım. Nə ənənəvi təhsildə olub, nə də indiki hal-hazırdakı kurikulumda var. Sadəcə bizim istəklərimiz, biz bəzən öz məsuliyyətimizi görmək istəmirik və onu kiməsə qarşındakını atırıq. Əziz ana, əziz ata, sən bu uşağı cəmiyyətə hazırlayırsan, sən bu uşağı özünə hazırlamırsan, bunun fərqində olmaq lazımdır. Məktəbdə sürəkli onu alqışlayacaq bir müəllim ordusu onu gözləmir. Cəmiyyətdə gözləmir, avtobusda gözləmir, hər anında. Zaten etik dəyərləri biz uşağımıza xüsusilə verməli deyilik. Biz bunu nümunə olaraq göstərməliyik. Sən qapıdan girəndən artıq o uşaq üçün həqiqi mənada bir obrazsan. Sən nəyi necə edirsən, uşaq onu təqlid edir. Sən əsəbləşəndə, sənin problemin olanda bir ata olaraq, əgər ki, coşursansa, sındırırsansa, söyürsənsə, aqressivləşirsənsə də, həmin o uşaq da onu təqlid edəcək.